Rıza Səfərsoy 24 noyabr 2023-cü ildə saxta ittihamla, zorakılıqla həbs edilibdir siyasi ictimai fəaliyyətinə görə. Rıza Səfərsoy 2 il, 2 aydır ki, həbsxanadadır. Rıza Səfərsoy ağır xəstəlikləri var. O can sağlığını, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda itiribdir. İkinci qrup hərbi əlil ağır ürək xəstəsidir və başqa bir çox xəstəlikləri var. Səhiyyə Nazirliyinin məhkumlar haqqında olan qərarına əsasən o cür xəstəlikləri olan insan həbsxanada saxlanılmamalıdır, azad edilməlidir. 2 il, 2 aydır ki, mən bütün aidiyyəti qurumlara rəsmi müraciət etmişəm. Rıza Səfərsoyun özü müraciət edibdir, vəkilləri müraciət edibdir. Bütün bunlara baxmayaraq, Rıza Səfərsoy hələ də azadlığa buraxılmayıbdır. Ölkəmizdə amnistiya aktı imzalanıbdır. Amnistiya aktına əsasən 1 ildən az cəza müddəti qalmış məhkumlar azadlığa buraxılır. Müəyyən məhkumların işlərin üzərindən işləri götürülür, azaldılır. Rıza Səfərsoyun cəza çəkdiyi ixtisaslaşdırılmış müalicə mərkəzindən məhkumlarla birlikdə Rıza Səfərsoyun da sənədləri Ədliyyə Nazirliyinə göndərilibdir. Sənədlər möhürlənərək geri qaytarılıbdır. Həmin məhkumlar azadlığa buraxılıbdır. Rıza Səfərsoyun sənədi isə nə hikmətsə geri qaytarılmayıbdır. Bütün aidiyyəti qurumlara da zəng etmişəm, qaynar xətlərinə zəng edirəm. Mənə bildirirlər ki, araşdırma aparılır. Nəyi araşdıracaqsınız? Saxta ittihamla Rıza Səfərsoyu şərləyib həbs etdiniz. 2 il, 2 ayda həbsxanada saxlayırsınız. Müayinə etmirsiniz, müalicə etmirsiniz. Artıq Rıza Səfərsoyun həbs müddətinin bitməsinə 7 ay yarım qalıbdır. Nəyi gözləyirsiniz? Gözləyirsiniz ki, Rıza Səfərsoyu da Elbəy Kərimli kimi, başqa məhbuslar kimi öldürəsiniz, oradan meydini çıxardaq. İlham Əliyev, sənə səslənirəm. Sənin görəv verdiyin, vəzifə verdiyin vəzifəlilərin Rıza Səfərsoyu şərləyərək həbs etdilər. Sənin yanında özlərini yaxşı göstərmək üçün, vəzifələrini artırmaq üçün, paqonlarında ulduzları artırmaq üçün. Ömrümüzdən 2 il, 2 ay ömür oğurladılar. Hamısına Allahın lənəti olsun. Yetər artıq. Mən Rıza Səfərsoyun xanımı olaraq Rıza Səfərsoya azadlıq tələb edirəm. Rıza Səfərsoy can sağlığını, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda itiribdir. Rıza Səfərsoy vətənimiz uğrunda 16 yaşından mübarizə aparanda, könüllü Qarabağ döyüşlərinə atılanda, hal-hazırda məhkəmə orqanlarında, polis orqanlarında, vəzifələrdə əyləşənlər qaçıb gizlənmişdilər. Hansısa bir özlərinin şəxsi maraqları peşində çabalayırdılar. Rıza Səfərsoy isə can sağlığını Azərbaycanın ərazi bütövlüyü uğrunda itirmiş 2-ci qrup hərbi əlildir. Buradan bütün aidiyyəti qurumlara səslənirəm və bildirirəm ki, Rıza Səfərsoyu təcili olaraq azad etməlisiniz. Çünki Rıza Səfərsoy ağır xəstədir, müalicə olunmalıdır. Əgər Rıza Səfərsoy müalicə olunmasa, Rıza Səfərsoyu hər dəqiqə itirə bilərik. Rıza Səfərsoyla mən hər dəfə görüşəndə onun necə ağrılardan əziyyət çəkdiyini görürəm. İlham Əliyev, öldürmə, azad et. Rıza Səfərsoy bu medalları vətənin ərazi bütövlüyünün qorunması uğrunda qazanıbdır. Amnistiya aktında deyilir ki, vətən uğrunda medal alanlar, Qarabağ qaziləri, 2-ci qrup hərbi əlillər azad edilməlidir. Rıza Səfərsoyu nəyə görə həbsdə saxlayırsınız? Dövlət qurumlarının əməkdaşları deyir ki, ölkədə siyasi məhbus yoxdur. Əgər siyasi məhbus yoxdursa, Rıza Səfərsoyla eyni maddə ilə həbs edilən sıravi vətəndaşlar necə olur ki, azad edilir, ancaq Rıza Səfərsoy həbsdə saxlanılır. Ya Rıza Səfərsoyu azad eləyin, ya da çıxın, elan eləyin ki, Rıza Səfərsoy siyasi məhbus olduğuna görə Rıza Səfərsoyu azad etmirik.
Rıza Səfərsoyu öldürməyin, azad edin. Yeter artık. 2 il, 2 aydır ki Rıza Səfərsoyun ömründən ömür oğurlayıbsınız. Sağlıq durumunu ağırlaşdırıbsınız. Həbsxana şəraitində Rıza Səfərsoyun sağlıq durumu günü-gündən ağırlaşıbdır. Rıza Səfərsoyu öldürmək mi istəyirsiniz? Rıza Səfərsoy bu vətənin düşməni deyil, vətən xaini deyil. Rıza Səfərsoy bu vətənin vətənpərvər oğludur. Rıza Səfərsoyu şərləyərək həbs edənlər isə Azərbaycan xalqının düşmənləridir. Geci tezi qanun qarşısında Azərbaycan xalqına cavab verəcəklər. Hələlik ki deyəcəklərim bu qədər. İlham Əliyev, sənə səslənirəm. Rıza Səfərsoyu dərhal azad etkinəm. Rıza Səfərsoyu öldürməyin. Rıza Səfərsoyun başına nəsə bir iş gələrsə, beynəlxalq qanunlar qarşısında şəxsən İlham Əliyev sən cavab verəcəksən. Değerli dostlar, deyəcəklərim bu qədər. Hər birinizdən xahiş eləyirəm. Videonu bəyənin, paylaşın. Rıza Səfərsoy bu xalq uğrunda mübarizə aparıbdır. Xalq uğrunda həbsxanaya düşübdür. Vətənimiz uğrunda, ərazi bütövlüyü uğrunda vətənimizin döyüşübdür, yarımcan olubdur. Ona görə də bugün Azərbaycan xalqından artıq dərəcədə xahiş eləyirəm. Bütün ictimaiyyət nümayəndələri, hakimiyyətə öz səsinizi ucaldın. Rıza Səfərsoya və bütün siyasi məhbuslara azadlıq tələb edirik.